Uşaqların dini etiqada məcbur edilməsi qadağan olunur. Yeni hazırlanmış uşaq hüquqları haqqında qanun layihəsində uşaqların dini etiqada məcbur edilməsinin qadağan olunması öz əksini tapıb. Kaspian Press xəbər verir ki, qanun layihəsi Milli Məclisin Ailə, Qadın və Uşaq Məsələləri Komitəsinin iclasında müzakirəyə çıxarılıb. Layihəyə əsasən valideynlər, onları əvəz edən şəxslər, qarşılıqlı razılıq əsasında uşaqları öz dini əqidəsinə və dinə münasibətinə uyğun tərbiyə edə biləcəklər. Eyni zamanda vurğulanır ki, uşaqların dini etiqada məcbur edilməsi yol verilməzdir. Qeyd edilir ki, uşaqların dini tərbiyəsi onların fiziki və psixi sağlamlığına mənfi təsir göstərməməlidir. Sənəddə bildirilir ki, yalnız qanunda nəzərdə tutulan hallarda ictimai təhlükəsizlik maraqları, ictimai qaydanın təmin edilməsi, sağlamlığın, mənəviyyatın və ya digər şəxslərin hüquq və azadlıqlarının qorunması məqsədi ilə uşağın dini etiqad azadlığına müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.